Yar Təbrizə Şəhriyar adlı bir xəzan vurmuş Gülüstanı gətirdi. Bir dünya gül çiçək bir ovuc sozalmış yarpağa dönmüşdü. Daha gözləri, o gözlərinin mavi səması şimşək şaxmırdı. Daha o gözyaşları donmuşdu. O ata gülüşləri duruksunmuşdu. Ve o şair baxışları, sehirli gözleri, sehirli bakışları kapılmıştı, ebedi bir yuxuya dalmıştı. Pərilərə ulduzlar kimi aldanmıştı. Ələst sağərindən qalmıştı. O gün tarixlər qucaqlaşmadaydılar. Şəhriyar xalqı 80 il yaralı çiyinlərində gəzdirmişdi. İndi isə xalq onu daşımalıydı. Şəhriyar necə tarix kimi xalqın çiynində süzürdü. İlk olaraq Ərk qalasıyla vidalaşdı. Vay, Təbrizin qaşı qəmdən çatılmışdı. Daha sara selə atılmışdı. El bir də desin, sel saranı qapdı, qaçırtdı. Ağlaşdı buludlar da bu daşqın selimizdən. O gün Eynalının alnı qəmdən, qəzəbdən damar çalmışdı. Şəhriyar Eynalının qəmlə ətəklərində düşən Xaqaninin qucağına verildi. O gün Qətran, Humam, Xaqani, Əsədi, Tusi, Xətibi Təbrizi, ariflər, dədələr, şairlər Şəhriyarın peşvazına gəlmişdilər. Xalq Şəhriyarı tarixə buraxdı. Şəhriyar Ərklə vedalaşdıktan sonra Məqbərət-ü Şüəraya yönəldi. Orada qaldı.